İran'ı görürsünüz da. Vaxtilə Məhəmməd Şah Qacara suiqəst olunanda demişdi ki, İran viran olacaq. Bu ayətullahlar da İranı viran elədilər. Təsəvvür edin ki, 1 dollar 1 milyon yarıma, yəni 1 milyon 400 minə qalxmışdı. Yəni 1 dollar. Yəni görün İran nə gündədir. Və İranda görürsünüz o edam cəzaları, hər ili yüzlərlə insan edam olunur, öldürülür. İndi görürsünüz meydanda nə qədər insan öldürülür. Amma onlar bilirlər ki, azadlıq o cür qazanılır. Çünki Xürrəmiddin Babək də Cənubi Azərbaycandan olub. O Bəz qalası da orada olub. Oranın insanlarının psixologiyası da tam ayrıdır. Və onlar azadlıq üçün meydana çıxanda ölümdən qorxmurlar. Bizimkilər isə bir barmağının əzilməsindən qorxub haray salırlar. Bizim hər bir müxalifətimizdə, digərləri də qorxaq olduğuna görə və nə vaxtsa imkan düşəndə də ortadan qaçdıqlarına görə, bax indi biz axtarırıq sadəcə kimlərisə ki, bizi gətirib qul eləsinlər. İslam dini də bir tərəfdən insanlara nəyi öyrədir? Köləliyi, itaət göstərməyi və sən bugün də sənsə deyirlər ki, şükür elə, çünki səni Allah belə yaradıb. Halbuki Allahın nə dediyini, nə etdiyini, nə istədiyini sən ancaq öz bəsirət gözünlə anlayıb, öz qəlbinlə hiss edə bilərsən. Ona görə də İrana baxın, görün o ağır sistemdə İran nə edir? Və İran bu şəriət erasından da keçməli idi və onun bütün acı nəticələrini dadmalı idi ki, nəticə çıxarsın. Azərbaycan da bu Əliyevləri qaytarmaqla Əliyevçiliyin, Heydərizmin bütün nəticələrini kökünə kimi hiss etməli idi ki, nəticə çıxarsın. Amma görünəni odur ki, hələ dibə enməyibdir. Nə vaxt dibə enəndə bəlkə onda üzə çıxmağa cəhd edər.